Deyirlər, Müğənni Vəfa Şərifova dayısına ferma tikdirib. 2 dənə ferma deyəsən də, səhv etmirəmsə. Açıqlama verib, bizim media xəbər verir ki, qonaq olduğu efirdə dayısı üçün 2 firma tikdirdiyini bildirir. Dayı gərək elə dayı olsun ki, ona layiq olsun da. Yəqin dayı o qədər diqqət göstərib, o qədər qarşısına qalıb ki, Vəfa Şərifovanın, Müğənni Vəfa Şərifovanın. O da özünü daimi dayısına borclu bilib və məhz ferma. Niyə görə ferma? Maraqlıdır ferma. Onlar mənim doğmalarım, əzizlərimdir, bacı, qardaş və qohumlarıma etdiyim şeylərə yardım kimi baxmıram. Yəni, nələrsə diqqət göstərirəm. Bu, mənim vəzifə övladlıq borcumdur. Valideynlərim olmayıb. Onlar mənə ata-ana olublar. Yoxluqları mənə yaşatmayıblar. Atam yaşarı 1 il öncə qərara gəldim ki, onu bağışlamalıyam. Özü ilə görüşə bilməmişəm. Ögey bacım var. Onunla danışmışam. Atamla görüşmək istəyirəm. Onu artıq bağışlamışam. Doğrudan da köhnələri bağışlamaq lazımdır. Gələcəklə yaşamaq lazımdır. Gələcək planlarla, gələcək arzularla. Həyat balaca xırdadır. Ona görə hamını bağışlamaq lazımdır. Amma əla iş görmürsünüz. Firma tikdirməkdə Sara Səfra Bahadurdan. Məhz bu qədər.